Salam əziz abituriyentlər və müəllimlər, hər birinizi xoş gördük. Bildiyiniz kimi bugün Güvən Nəşriyyatı tərəfindən növbəti blok sınaq imtahanı keçirilmişdir və mən bugün sizə bu sınaq imtahanında coğrafiya fənnindən istifadə olmuş sualların izahını verəcəm. Birinci sual ilə başlayaq. Sualda qeyd olunur ki, cədvələ əsasən uyğunluğu müəyyən edin. A variantına baxaq. 3000-4000 metrdən dərində okean suyunun temperaturu 2-3 dərəcədən çox olmur. Fikir doğrudur. Qarşısında da doğru yazıldığı üçün uyğun variantımız A variantı olacaqdır. Növbəti variantlara baxaq. Atlantik okeanı ekvatorial və tropik enliklərdə ensiz olduğuna görə daha çox qızır ifadəsi doğru deyil, yanlışdır. Ancaq qarşısında doğru yazıldığı üçün bu uyğun variant sayıla bilməz. C variantında qeyd olunur, suyun fiziki kimyəvi xassələrinə onun temperaturu, duzluluğu, şəffaflığı, səs dalğalarının suda yayılması aiddir. Bu fikir doğrudur. Ancaq qarşısında yanlış yazılıb, ona görə seçmirik. Okean sularının duzluluğuna yağıntılar və buxarlanmanın miqdarı, çay və buzlaq suları, okean cəryanları təsir edir. Doğru fikirdir. Ancaq bunun da qarşısına yanlış yazıldığı üçün uyğun variant hesab etmirik. Dalğanın ən aşağı hissəsi onun tabanı adlanır, yalı adlanır. Yanlışdır. Qarşısına ancaq doğru yazıldığı üçün bu da uyğun variant sayıla bilməz. Doğru cavabımız A variantı olacaqdır. Növbəti sualda qeyd olunur, dünya okeanına çay və ya kanal vasitəsilə çıxışı mövcud olan göllər. Elə variantlara nəzər yetirdiğimiz zaman doğru cavabın A variantı olduğunu görə bilərik. Hansı ki, Maracaibo gölü Cənubi Amerikanın ən böyük gölüdür, laqun mənşəlidir, Venezuela dövlətinin ərazisində yerləşir, kanal vasitəsilə Atlantik okeanına çıxışa malikdir. Eyni zamanda Ladoga gölü Neva çayı vasitəsilə Baltik dənizinə, yəni Atlantik okeanına çıxışa malikdir. Eyni böyük göllər qrupuna daxildir. Hansı ki, böyük gölləri Atlantik okeanına bilirsiniz ki, məhz Müqəddəs Lavrenti çayı vasitəsilə deməli çıxışa malikdir. Eynidən Ontario gölünə Niagara çayı, Ontario gölündən də Atlantik okeanına Müqəddəs Lavrenti çayı başlayıb tökülür. Deməli, doğru cavabımız elə A variantı olacaqdır. Növbəti suala baxaq. Çayın mənbəyində havanın temperaturu müsbət 2, mənsəbində isə 20 Selsidir. Bu çayın uzunluğu 300 kilometrdir. Onun dərəsində əsasən bərk süxurlar yayılmışdır. Bu çaya hansı xüsusiyyət aid ola bilməz? Deməli, çayın mənbəyində temperaturumuz müsbət 2, mənsəbində müsbət 20-dir. Deməli, mənbə ilə mənsəb arasındaki temperatur fərqi 18 dərəcəyə bərabərdir. O zaman biz bilirik ki, hər 1000 metrə temperatur 6 dərəcə dəyişirsə, 18 dərəcəmiz də əlbəttə ki, 3000 metrə bərabərdir. Deməli, çayın mənbəyi ilə mənsəb arasındakı hündürlük fərqi 3000 metrdir. Bu deməkdir ki, çayın düşməsi 3000 metrə bərabərdir. Meyilliyin düsturu nə idi? Düşmə bölək uzunluq. Yəni, düşmə bildik ki, 3000 metrdir. Çayın uzunluğu da bərabərdir 300 kilometrə. O zaman bu çayın meyilliyi bərabərdir 10 metr bölək kilometr. Biz bilirik ki, meyillik birdən böyükdürsə, demək bu dağ çayıdır. Zaten elə baxırıq ki, dərəsində də bərk süxurlar yayılıb. Dağ çayıdır, bərk süxurlar yayılıbsa, demək biz bu çayın dərəsinin V şəkilli olduğunu düşünə bilərik. Deyir, hidroenerji potensialına malikdir. Bəli, dağ çayları hidroenerji potensialına malik olurlar. Mənbə böyük su harici silsilədə yerləşir. Bu fikir doğru deyil. Nəzərə alaq ki, bu çayın mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi 3000 metrə bərabərdir və eyni zamanda böyük su harici dağlarının da maksimal hündürlüyünün 2228 metrə bərabər olduğunu nəzərə alsaq, o zaman deməli bu çay böyük su harici dağlarından başlaya bilməz. Çünki böyük su harici dağlarının elə hündürlüyü yoxdur. Ona görə bu doğru cavab deyil. V şəkilli çay dərəsi yaradır. Bu çayla bağlı doğru fikirdir. Orta meyilliyi 10 metr bölək kilometrdir. Bu da bu çayla bağlı doğru fikirdir. Nəqliyyat imkanları məhduddur. Dağ çayı olduğuna görə, meyilliyi çox olduğuna görə bəli, nəqliyyat imkanları məhduddur. Deməli, bizim burada doğru cavabımız bu çayla bağlı aid olmayan fikir məhz B variantında qeyd olunan fikirdir. Aşağıda göstərilən iqlim diaqramının aid olduğu iqlim yarımtipinin yayıldığı ərazilər. 1036 mm gördük. Bildik ki, burada söhbət Zaqataladan gedir. Bilirsiniz ki, bu
diagram deməli qışı quraq keçən mülayim isti iqlim yarım tipi üçün uyğun olan iqlim diaqramıdır. Və biz gəl baxaq görək, qışı quraq keçən mülayim isti iqlim yarım tipi hansı ərazilərdə rast gəlinə bilər? Kiçik Qafqazın dağətəyi və alçaq dağlıq hissələrində rast gələ bilərik və eyni zamanda Qanıq Əyriçay çökəkliyində rast gələ bilərik. Ona görə sualımızın doğru cavabı C variantıdır. Ümumiyyətlə Naxçıvanda mülayim isti yoxdur. Ona görə ikinci bənd doğru hesab oluna bilməz. Qarabağ vulkanik yaylasında biz qışı quraq keçən soyuq və dağ tundra iqlim yarım tiplərini görə bilərik. Amma qışı quraq keçən mülayim istini görməyəcəyik. Samur Dəvəçov balığında isə qışı mülayim keçən yarım səhra quru çöl iqlim yarım tipidir. O baxımdan sualımızın doğru cavabı məhz C variantıdır deyəcəyik. Deməli, növbəti dağ zirvələrinin düzgün verildiyi sıraları müəyyən edin. Tupqal Apalasa aid deyil. Qeyd edəcək ki, Atlas dağlarına aiddir. Mərakeşdə yerləşir. Çogoli Hinduquşa aid deyil. Çogoli 8611 metr hündürlüyə malikdir və biz deyəcəyik ki, məhz Qaraqorun dağlarının ən hündür zirvəsidir. Konqur Pamirə aiddir. Pamirin ən hündür zirvəsidir. 7719 metr hündürlüyü var. Matterhorn Alp dağlarına aiddir. İsveçrədə yerləşir. Damavend Qafqaz dağlarına aid deyil. İran ərazisində yerləşir. Qalxapıgen Skandinaviya dağlarına aiddir. 2469 metr hündürlüyü olan bu zirvə məhz Norveç ərazisində yerləşir. Deməli, doğru cavabımız 3, 4, 6 A variantı olacaq. Avrasiyanın sahillərini yuyan körfəz deyirsə, Siam körfəzini və Biskay körfəzini qeyd edə bilərik. Doğru cavabımız 1, 3 olacaq. Qvineya körfəzi Afrika, Carpentaria Avstraliya, Venezuela körfəzi isə Cənubi Amerika sahillərini yuyur. Doğru cavabımız 1, 3 C variantı. Xəzər dənizinin şimal hissəsinə aid olan əlamətləri istəyir. Yayda temperatur 28-30 dərəcə arasında dəyişir. Bu fikir doğru deyil. Bu fikir genel olaraq Xəzərin cənub hissəsi üçün səciyyəvdir. Kür və Səfirli çayları biz deyirik ki, Xəzərin şimal hissəsindən tökülmür. 40 dərəcə şimal eni ilə 44 şimal eni arasında yerləşir. Bu fikir də doğru deyil. Ona görə ki, bu mərkəzi Xəzərə aiddir. Şimali Xəzər 44 dərəcə şimal enindən şimalda qalan əraziləri əhatə edir. Qışda buz bağlayır və duzluluğu cəmi 1-2 promilliyə qədərdir. Bu doğrudur. Deməli, bu doğru cavabımız olacaq bu sualda Y variantı. Növbəti sualımız xəritə sxemi əsasən rəqəmlərə müvafiq gələn boğazları istəyir. Deməli, 1 olacaq Hudson, 2 olacaq Hörmüz, 3 olacaq Malakka, 4 olacaq Torres. Yəni sualımızın doğru cavabı deyəcək ki, D variantıdır. Növbəti sualımız doğru sıraları müəyyən edin. Mənsəbinin mütləq hündürlüyünə görə çayların müvafiq ardıcıllığını seçməliyik. Fərəd çayı deməli qeyd olunur ki, okean səviyyəsi, amma Fərəd çayı bilməlisiniz ki, Dəzlə və Fərəd çayları məhz İraqın Bağda şəhəri yaxınlığında birləşir və Şəddül Ərəb çayı olaraq gedir Bəsrə limanından məhz İran körfəzini tökülür. Yəni Fərəd çayının özünün, Dəzlə çayının özünün mənsəbi deyəcək ki, okean səviyyəsindən yuxarıda yerləşir. Yəni bu doğru deyil. Həm də Dnepr çayı tökülür Qaradənizə və onun mənsəbi okean səviyyəsində hündür yox, okean səviyyəsindədir. Amma Volqa çayı okean səviyyəsindən aşağıdadır. Bu düzdür. Amma biz birinci sıranı seçmirik. Limpopo bilirsiniz ki, Hind okeanına tökülür. Ona görə mənsəbi okean səviyyəsindədir. Mississippi çayın qoludur. Ona görə də onun mənsəbinin hündürlüyü okean səviyyəsindən hündürdür. İordan çayı Ölü dənizə tökülür və ona görə də İordan çayının mənsəbi okean səviyyəsindən aşağıdır. Bu doğrudur. Mekong çayı Cənubi Çin dənizinə tökülür. Ona görə mənsəbi okean səviyyəsindədir. Darling Murray çayına tökülür və okean səviyyəsində hündürlükdə yerləşir mənsəbi. Ural çayının mənsəbi isə bilməlisiniz ki, Xəzər dənizi töküldüyünə görə okean səviyyəsindən aşağıdır. Demək, bu da doğrudur. Mavi Nil okean səviyyəsində deyil. Bilirsiniz ki, Ağ Nil, Mavi Nil Sudanın Xartum şəhəri yaxınında birləşir və ona görə həm Ağ Nilin, həm də Mavi Nilin mənsəbi okean səviyyəsindən hündürdür. Katutumbo çayı Maracaibo gölünə tökülür. Onu biz okean səviyyəsində hündür götürə bilərik. Irtış çayı bilirsiniz ki, Ob çayına tökülür. Onun mənsəbi okean səviyyəsində hündürdə yerləşir. Okean səviyyəsindən aşağı deyil. Ona görə doğru cavabımız 2, 3.
Y variantı olacaq. Afrikada ekvatoral iqlim quşağının xüsusiyyətlərinə aid deyil. İl ərzində hər gün təkrarlanan hava şəraiti olur. Bu düzdür. Tez-tez şimşək və ildırımlarla müşahidə olunan leysan yağışlar yağır. Düzdür. Səhər hava aydın olur. Gündüz yer səthindən qızan hava yuxarı qalxır. Düzdür. Sutkalıq temperatur amplitudu 40 dərəcəyə çatır ifadəsi doğru deyil. Niyə? Çünki biz bilirik ki, ekvatoral iqlim quşağında il ərzində temperatur 25-28 dərəcə aralığında dəyişir. Yəni maksimum biz burada illik amplitudanı 5 dərəcəyə qədər görə bilərik. Həmçinin bilirsiniz ki, sutku ərzində temperatur demək olar ki, çox artıb, çox azalmır. Ona görə elə sutka ərzində də temperatur fərqi təqribən 3-5 dərəcə arası ola bilər. Yəni sutkalıq amplituda 3-5 dərəcəyə bərabər ola bilər. 40 dərəcəyə bərabər ola bilməz. Axşam hava əsasən sakit və bulutsuz olur, düzdür. Burada səhv olan deyəcək ki, D variantıdır. Rütbətlik əmsalının hansı qiymətində süxurların fiziki aşınması daha sürətli gedir? Biz bilirik ki, fiziki aşınma səhralarda daha intensiv olur və səhralar üçün səciyyəvi olan rütbətlənmə əmsalı 0,5-dən az olan rütbətlənmə əmsalıdır. Ona görə sualımızın doğru cavabı Y variantıdır. 72-ci sualda qeyd olunur ki, hansı materiklərdə subtropik iqlim quşağının bərabər rütubətli vilayəti formalaşmayıb? Subtropikin bərabər rütubətlisinə Afrika, Cənubi Amerika və Avstraliyada rast gəlirik. Amma Avrasiyada, Şimal Amerikada və Antarktidada rast gəlmirik. Bu sualımızın doğru cavabı 2-3, yəni B variantı olacaqdır. Növbəti sualımız, doğru ifadəni deyir, müəyyən edin. Laborator cəryanı Kanada sahillərinin temperaturunun yüksəlməsinə səbəb olur. Xeyr, əksinə azalmasına səbəb olur. Avustraliyada Böyük Viktoriya səhrasından şimalda səhra və savanna zonaları arasında yerləşən hissə sahil adlanır. Bu Avustraliyada yox, Afrikada Böyük Səhranın cənub hissəsində görülür. Ona görə doğru deyil. Dragon dağlarının şərq yamaclarına Hind okeanından gələn passat küləklərinin təsiri ilə çoxlu miqdarda yağıntı düşür ifadəsi doğrudur və biz orada oroqrafik yağıntı görürük. Cənubi Amerikanın iqliminin formalaşmasında sakit okeanın rolu daha böyükdür ifadəsi doğru deyil. Atlantik okeanın təsiri daha böyükdür. Çünki Atlantik okean üzərindən gələn hava axınlarının qarşısını kəsə biləcək bir hündürlük yoxdur. Amma sakit okean üzərindən gələn hava axınının qarşısını Ant dağları kəsir deyə biz deyəcəyik ki, sakit okeanın Cənubi Amerikanın iqliminə təsiri azdır. Afrikada subekvatorial quşaq bütöv zolaq əmələ gətirməyərək çat hövzəsində qırılır ifadəsi doğru deyil. Ona görə ki, Afrikada subekvatorial quşaq tam zolaq əmələ gətirə bilir. Sualımızın doğru cavabı C variantı olacaqdır. Tianşan dağlarına aid xüsusiyyət Qafqaz dağlıq sistemi ilə eyni yaşda deyil. Tianşan dağları Paleozoy erasında, Qafqaz dağları isə Kaynozoy erasında formalaşmışdır. Ona görə eyni yaş ola bilməz. Kaynozoyda təkrar formalaşmağa başlayıb. Bəli, Tianşan, Altay, Sayan dağları yenidən fəallaşmaya məruz qalan dağlardır. Yəni bu fikir doğrudur. Mezozoy erasında yox, dedik Paleozoy erasında Kaledon və Hertsin dağ əmələ gəlməsində formalaşıb. Cənub-Şərqi Asiyada yox, Mərkəzi Asiyada yerləşir. Tavaların divergen sərhədində yerləşmir. Doğru cavab B variantı olacaqdır. Temperatur 10 dərəcə olan 1 kubmetr havada 7,2 qram su buxarı var. Bu temperaturda havanın 9 qram su buxarı saxlaya biləcəyini nəzərə alaraq nisbi rütubətliyi hesablayın. Dedik ki, 9 qramımız bu hava şəraitində 100%-ə bərabərdirsə, 7,2 qramımız da olacaq təbii ki 80%. Yəni sualımızın doğru cavabı D variantı olacaq. Elerven diaqramını tamamlayan bəndi müəyyən edin. Maracaibo və Titicaca gölləri verib. Səthində günəşin zenitdə olma prosesi baş verir. Hər ikisi tropik işğalma quşağında yerləşdiyi üçün deyirik ki, bunların səthində biz günəşin zenitdə olma prosesini görə bilərik. Bilirsiniz ki, Titicaca Peru və Boliviya dövlətlərinin sərhədində, Maracaibo isə Venezuelada yerləşir. Maracaibo şorsuludur, laqun mənşəlidir, kanal vasitəsilə Atlantik okeana çıxışa malikdir. Titicaca şirinsuludur, tektonik mənşəlidir və 3812 metr okean səviyyəsində hündürlükdə yerləşir. Kanal vasitəsilə Dünya okeanın çıxışı var ifadəsi Maracaiboya aiddir. İki dövlətin ərazisində yerləşir, Titicaca'ya aiddir. Hündür dağ gölüdür, Titicaca'ya aiddir. Cənub və qərb yarımkürəsində yerləşir. Bu da Titicaca'ya aiddir. Çünki Maracaibo şimal və qərb yarımkürəsindədir. Doğru cavabımız olacaq A variantı. Növbəti sualımız, cədvəli tamamlayın.
Biz burada birinci sırada xromit görürük. Xromit yataqları Azərbaycanda Kəlbəzərdə Göydərə, Laçında İpək yatağıdır. Digər isə Kıvaç qum yatağıdır ki, biz Abşeronda Hacıvəlli və Hökməli yataqlarını qeyd edə bilərik. Sualımızın doğru cavabı D variantı olacaqdır. Yarımadalarda havanın orta ili temperaturunun artma ardıcıllığı artma arzı deyirsə, deməli deyəcək ki, burada ən çox orta ili temperatur Malaqqada, sonra Apenində, sonra isə Kamçatka yarımadasındadır deyəcəyik. Ona görə də doğru cavabımız elə 1, 2, 3 ardıcılığı ilə yox, çox üzr istəyirəm. Burada artma ardıcılığı ilə soruşduğuna görə olacaq 3, 2, 1. Yəni sualımızın doğru cavabı B variantıdır. Mən az öncə azalma ardıcılığı ilə qeyd eləmişdim, amma bizdən artma ardıcılığı istədiyinə görə 3-2-1 ardıcılığı olacaq. Materiklərin şərq sahilləri boyunca hərəkət edən soyuq okean cərəyanlarını istəyirsə, doğru cavabımız Falkland və Somali. Falkland Cənubi Amerikanın şərq sahilləri boyunca, Somali isə Afrikanın şərq sahilləri boyunca hərəkət edən soyuq okean cərəyanıdır. 32 promillə duzluğa malik 7 litr dəniz suyunun buxarlandırılmasından neçə qram duz əldə etmək olar? Biz deyəcək ki, burada 1 litr 1 litrdə məhz 32 qram əldə olunursa, 7 litrdə məhz təbii ki 224 qram duz əldə olunacaq. Sualımızın doğru cavabı Y variantıdır. Növbəti verilmiş uzqar nöqtələri sahillərində yerləşdikləri okeanlara müvafiq qruplaşdırın. Murchison Şimal Amerikanın uzqar şimal nöqtəsidir. Sahillərini Şimal Buzlu Okean suları yuyur. Still Point Avstraliyanın qərb uzqar nöqtəsidir. Sahillərini Hind Okean suları yuyur. Parinyas Cənubi Amerikanın qərb uzqar nöqtəsidir. Peruda yerləşir. Sahillərini Sarqıl Okean suları yuyur. Almadi Afrikanın uzqar qərb nöqtəsidir. Senegalda yerləşir və sahillərini Atlantik Okean suları yuyur. Deməli, doğru cavabımız olacaq D variantı. Payız gecə gündüz bərabərliyi günü hansı adalarda günorta vaxtı günəş şüaları 66,5 dərəcə buzaq altında düşür deyir. Payız gecə gündüz bərabərliyi günü bilirsiniz ki, günəş ekvator üzərində zenitdə olur və 66,5 dərəcə buzaq altında günəş şüaları şimal və cənub tropik xəttinin üzərinə düşür və deməli biz şimal və cənub tropik xəttinin kəsdiyi adaları seçəcəyik. Ona görə doğru cavabımız olacaq A variantı. Tayvan adasının şimal tropik xətti, Madagaskar adasını isə cənub tropik xətti kəsdiyinə görə sualımızın doğru cavabı məhz A variantıdır. İqlim yarım tipləri xəriti sxeminə əsasən soyuq iqlim tipində yerləşən əraziləri müəyyən edir. Əlbəttə biz buradan ikini seçə bilərik. Yay quraq keçən soyuq iqlim yarım tipidir. Biri seçəcəyik. Qışı quraq keçən soyuq iqlim yarım tipidir. 4'ü seçəcəyik. Burada qışı quraq keçən soyuq iqlim yarım tipidir. 6 yay quraq keçən mülayim isti iqlim yarım tipidir. 5 də yay quraq keçən mülayim isti iqlim yarım tipidir. 3 Qanıq çay ərazisinə düşdüyü üçün qışı quraq keçən mülayim isti iqlim yarım tipidir. Sualımızın doğru cavabı olacaq 1, 2 və 4. Növbəti sualımız cədvələ əsasən uyğun sıraları müəyyən edin. Materik və okean tavalarının sərhədində yerləşən adalar deyirsə, Azov 2 okean tipli tavanın ayrılma zonasındadır. Müqəddəs Yelena da həmçinin 2 okean tipli tavanın ayrılma zonasındadır. Amma Aliyut materik və okean tipli tavalarının toqquşma zonasındadır. 2 okean tavasının sərhədində yerləşən deyirsə, İslandiya və Pasxanı deyə bilərik. Hansı ki, İslandiya və Pasxa divergentdə yerləşən 2 okean tipli tavanın ayrılma zonasında yerləşən adalardır. Amma Yapon materik və okean tipli tavalarının toqquşma zonasındadır. Ona görə sualımızın doğru cavabı 2, 4 və 6 olacaqdır. Növbəti sualımız düşməsi 720 metr olan çayın meyilliyi 1,2 metr bölək kilometrdir. Miqyas 1 bölək 3 milyon olan xəritə üzərində deməli bu çayın uzunluğu müəyyən edin. Deməli meyilliyin düsturu meyillik bərabər düşmə bölək uzunluqdur. Meyilliyimiz bərabər 1,2-yə, düşməmiz bərabərdir 720-yə, çayın uzunluğunu bilmirik. 1,2x bərabərdir 720, x buradan bərabərdir. Biz təbii ki 720 bölsək 1,2-yə alacağıq cavab olaraq 600 kilometr. Demək çayın uzunluğu bərabərdir 600 kilometrə. Miqyasımız 1 santimetrə 30 kilometrdir. O zaman 600 kilometrimiz neçə santimetrə bərabərdir? Əlbəttə ki 20 santimetrə. Sualımızın doğru cavabı 20 santimetr olacaqdır. Növbəti sual. K məntəqəsində qütb ulduzu
40 dərəcə buzaq altında görünür. O zaman deməli K məntəqəsi yerləşir. Harda? 40 dərəcə şimal enliyində. Çünki biz bilirik ki, qütb ulduzu ancaq şimal yarımkürəsində görülür və şimal yarımkürəsində biz deməli hansı paralel xətt üzərində dayanmışıqsa, həmin paralelin dərəcəsinə uyğun buzaq altında gördük qütb ulduzunu. Deyək bu məntəqə 80 dərəcə şərq uzunluğunda yerləşir. 80 dərəcə şərq uzunluğunda. Bakı da deyək ki, 80 şərq uzunluğunda yerləşdiyi nəzərə alaraq onunla Bakı şəhəri arasındakı ən qısa məsafəni hesablayın. Deməli 50 şərq uzunluğu ilə 80 şərq uzunluğu arasında bilirsən ki 30 dərəcə məsafə var və nəzərə al ki 40 dərəcəlik paralel üzərində 1 dərəcə 85,4 kilometrə bərabərdir. O zaman nə edəcəyik? 30 vuracaq 85,4-ə deyəcək ki cavabımız 2562 kilometrə bərabərdir. Əgər 2562 olaraq yazmışsınızsa doğru yazmışsınız. Uyğunluğu deyir müəyyən edin. Yay quraq keçən mülayim isti, yağıntılar bərabər palində mülayim isti və bütün fəsillərdə bol yağıntılı soyuq iqlim yarım tipləri. Böyük Qafqazın şimal-şərq yamaclarının alçaq dağlıq və dağ-ətəyi zonalarında yağıntılara bərabər palində mülayim istidir. Lənkəran ovalığında yay quraq keçən mülayim istidir. Talış dağların alçaq dağlıq və dağ-ətəyi zonalarında da yay quraq keçən mülayim istidir. Naxçıvanın orta dağlıq ərazilərində ümumiyyətcə mülayim isti yoxdur. Soyuq olaraq da sadəcə yay quraq keçən soyuq iqlim yarım tipi var. Böyük Qafqazın cənub yamaclarının orta və yüksək dağlıq sahələrində bütün fəsillərdə bol yağıntılı soyuq iqlim yarım tipini görə bilərik. Ona görə 1-ə B, C, 2-ə A, 3-ə də Y uyğun gələcəkdir. Deməli, Cənubi Amerikadan axan A çayının mənbəyi yaylada yerləşir. Bu çay ovalıqdan okeana tökülür və mənsəbində estuar yaradır. A çayı cənuba doğru axaraq subekvatorial, tropik və subtropik iqlim quşaqlarından keçir. Əsasən yağış suları ilə qidalanır. Cənub tropik xətti ilə kəsişən A çayının keçdiyi ölkələr üçün təsərrüfat əhəmiyyəti böyükdür. Söhbət burada Parana çayından gedir. Parana çayı Braziliya yaylasından başlayır. La Plata ovalığından La Plata körfəzinə tökülür və mənsəb forması estuaridir. Mənsəbi Argentinada yerləşir. Deyir, A çayını yazın. A çayını yazdıq ki, Parana çayı. Və hansı okean hövzəsinə aiddir? Təbii ki, yazdıq Atlantik okeanı hövzəsinə. A çayının təsərrüfat əhəmiyyətlərini yazın. Ən az 2 əhəmiyyət. Bir yaza bilərsiniz ki, suvarma əhəmiyyəti var. Eyni zamanda qeyd edə bilərik ki, üzərində su elektrik stansiyası var. İtaipu su elektrik stansiyası. Hansı ki, Paragvay və Braziliya dövlətlərinin enerjiyə olan tələbatının ödənilməsinə xidmət edir. Bir təsərrüfat əhəmiyyəti də məhz bunu qeyd edə bilərsiniz. Yəni enerji olaraq təsərrüfat əhəmiyyəti var, suvarma olaraq təsərrüfat əhəmiyyəti var. Həmçinin müəyyən məsafədə gəmiçiliyə yararlılığı var, yəni nəqliyyat əhəmiyyəti var. Bunlar qeyd oluna bilər. A çayının mənbəyin yerləşdiyi yayla dedik ki, Braziliyadır. Əgər Braziliya yazmışsa düzdür. Və eyni zamanda mənsəbinin yerləşdiyi ovalıq isə La Plata deyirik ki, ovalığıdır. Belə 30 sual izahını sizlərə təqdim etdim. Ümid edirəm ki, hər bir izah sizlər üçün tam olaraq aydın olmuşdur. Sizlərin hər birinizə uğurlar arzu edirəm. Vaxtı az qalıb, çalışın böyük əzmkarlıqla əlinizdən gələn artığını edərək hazırlaşın, çalışın. Bilməlisiniz ki, əziyyətin ömrü qısa olur, amma onun bəhrəsi bir ömür olur. Allah hər birinizin yar və yardımcısı olsun. İnşallah növbəti video izahlarda görüşərik. Özünüzü qoruyun. Allah'a emanet olun.